özelliğinden biri de buradaki cemaatin çok hoş dil olmasıdır. Yani kimden söz soruşarsansa hatta sana öz işin yolu göstermeye devam ediyor. Yani təmənnasız şəkildə. Qiyməti sənin üçün heç vaxt qiymət oxunmazlar keçdiyi kimi. Əksinə hörmət eləmək istəyərlər. Bu cəhətdən çox sevdim Şirazı. Bəzi şeylər hətta Səmərqənd naxışlarını xatırladır. Çox gözəldir. Təbiətinə gələndə mən burada bu günlərsi bir daha Ərəbistana oxşatdım, nəinki İrana. Və hətta dağlar, Uhud döyüşü gedən dağlar vardı. Mədinədə olarkən biz görmüşdük. Eynən ona, amma havası o qədər bol, oksigendən o qədər bol mən istəyirəm ki, baxmayaraq ki, qazla işləyən İran maşınları çoxdular və tüstüləri çoxdur. Yenə də onlar bu ekologiyanı, bu oksigeni poza bilmədi.